9 uşağım vardır, 9'unda başımız kesiktir, babası yoktur, ata, dedesi. Allah rəhmət eləsin. Sizinkinde. 3 oğlum şimdi 4 oğlum armaya, 3'ü armaya gidip geldi, biri de armiyadan yeni gelecek abaylar içinde. Yalğızım, ne uşaqlarıma 2 tane oğlum işləyir, 16 yaşar kızım işləyir. Siz nədən narazısınız konkret şəraitinizin arasında? Nəyindən narazısınız? Neyse şimdi bizim evlerimiz hani belədir. Kışımına uşaqlarımına soğuktan belə şey olduk. Yanımızdaki belə yakın konu komşularımız gelip gazlarımızı ulaf verdi. Konu komşudan bir sıklat olsa kaçıyoruz, aile kanı kardeşlere diyoruz ki bizim şeriatımız ne olacak? O da diyor ki bizde sizi kimi bir evhalda yok. Evimizin içinde aile ufak uşaklarımız kışımına böyle soğuktan titrep çıktı. Qaz benim gelmir bura. Gaz gelmemişti. Bak bunu gelip benim bacımın oğlu gelip ulap şılangayına ulap verdi bana. 5-6 ağız ben gacilere dedim ki kardeş dedim benim uşaklarım ufaktır dedim. Aynalar kırıktır gel yardım ver dese. Benim şahs abi yakında 2 gün içinde bana dedi ki maya versen dedi ben sana pol getirip yaparım. Ben dedim 9 uşak dedim. Ben sana nereden maya bulayım dedim. Gelinin başı kesik olsam dedim. Sonra o dedi ki keçir beni xalacan dedi. Bir dediğime pişeymanım dedi. Qazlaşdırma məsələsinə hansı idarə baxır? Gazlaştırma idaresi. Sapkoz idarəsindən, bunun gen öz idarəsində. Buradandır. Ben de yakından teze gelmişim, bilmiyorum kurban olayım. 1 yıl oldu geldiğimiz bizim de buraya. 1 ildə heç bir yaxşı gün görməmisiniz elə? Hiçbir yaxşı gün görmedik. Ana şimdi kömek para diyorlar, kömek uşaklara şey diyorlar. Ben öyle işleri görmemişim ki bunda uşaklara kömek para ve yardım ede. 1 ildir buradasınız ve sizin uşaqlarınıza elə kömək eləməyiblər. Kömek eylememiştir. Ne Belə bir gelen konfet, böyle şey iş gelse onu yardım etti, verdiler. Birer amma paket. konkret pul vermirlər. Yok, konkret pul vermemiştiler. Siz bilirsiniz ki Qarabağ Xalq Yardımı Komitəsi adında bir təşkilat var və bu təşkilat bu işlərlə maraqlanır. Ben ne diyeyim ben şimdi? Yok öyle işim maraqlanmamışıq. Yəni Qarabağ Xalq Yardımı Komitəsi adında təşkilat tanımırsınız? Yok. Xocalıya ən çox gəlib gedən təşkilatdır bu komitə. Mən özüm də o komitənin Azərbaycan Qəzetinin Azərbaycan Video firmasının əməkdaşıyım. Ben bundan ben diyorum ki gelenden bir yani 9 uşağım vardır. Benim 15 yaşar kızım benim yerime işleyir. Ben hele onun hele aşında bak kömeğini bir görmedik. Diyorlar ki 60 manattan kömek koşulacak öyle böyle. Hele yok öyle işler yoktur. Siz hansı təşkilatlara müraciət eləmisiniz mərkəzi səviyyədə? Yəni Respublika... Benim uşaklarım gitti. Bilmem abi. İstorika komitə şeysine de gitti. Dedi ki kardeş gel benim evime bak. Uşak benim balaca kardeşlerim var. Bacılarım var. Ona kimse kömek etmiyor dese de. Benim maya ver diyor daha bir şey demiyordu. Ben de gittim bir gün dedim ki dedim kardeş gel bana dedim evime bak da desem benim 9 tane uşağım olsa dedim. Ben sana nasıl maya vereyim dedim. Benim başım kesik olsa. Ondan bana bir iltimas etti ki xalacan keçir, mən zandım ki sizin başın kölgəsi vardır dedi. Xocalı şəhərində belə fin evləri tikirlər, o cümlədən də sizin eviniz tikilib, başa çatdırılıb. Siz bu təşkilatların hansının bu tikintidə rolu olduğunu bilirsiniz? Yəni bilirsinizmi ki, hansı təşkilat bu evləri tikir? Bilmədim mən onu. Birinci yayın göçəndə görməmişim də mən. Mən də yıl oluyor geldim, biz gələndə bu evlər bu çeşidəydi. Yəni deyək ki, bu evlər belə taza idi. Əvvəl ayağın basarsa içine düşərsin. Mənim az qaldı bir tane uşağımın qıçıqırırlar burada. 100 mərtə get, kömək et, sabah gəlirik, öbür gün gəlirik, bu hafta gəlirik deyir, hələ dərək yoxdur. Bilmirik nə edəğim, valla. Mərkəzi səviyyədə bura kim gəlib? Respublika prezidentindən tutmuş, Nazirlər Sovetinin sıravi işçisinə qədər. Ben onu tanımıyorum burada. Yəni nümayəndələr gəlib yoxlamır sizi? Yok, hiç kimseyi ben tanımıyorum ki buraya bir böyüğü gələ evin teşkile ya uşaqların nə qıyıncılığı var diyen bir insanda eşitmemiş. Nasıl geldik ben özüm uşaqlarım işləyir, özüm uşaqlarım, öz uşaqlarım azdan çox gətirdiğini bağlıdır. Siz konkret hansı kömək istəyirsiniz? Konkret endi mənə bu boca kömək gərəkdir ki, mənim bax evimi düzəlsin bir də mənim uşaqlarıma az bir şey kömək versin. Babası yoxdur, oğlum əski armiyadan gələcək. Hamısı boyu yetən uşaqlardır. Yanımdan bir şeyim yoxdur ki, uşaqlarıma yardım edeyim. Konkret olaraq siz hansı köməklər umursunuz və konkret hansı təşkilatlardan? Bayağı ne diyeyim, eve baksın, bizim halka az bir şey yardım versin. Çok kıynalılar bizim buraya gelen Türk kardeşlerimiz. Ne bizim bir Türk kardeşlerimiz gelen kıynalmamıştır. Arkamızdan gelen Azerbaycan kardeşlerimiz de kaçkınlar da kıynaldı. Hamısı kıynaldı buradan gelenler.
Bize bir heç olmasa yardım versin. Gelip bizim şəraitimizi görsün. Gelip bu halk nasıl yaşayır. 1 kilo yağ. Aha şimdi sonra görsək marqalının kilosu 3 manat deyirlər. Mən bu 9 uşağı baxım. Aldığı 80 manat parayla mən uşaqlarımı baxım. Hangi birini bakacağımızı bilmiyoruz. 9 uşağı axır baxmaqda ana gərəkdir. Heç olmasa babası olaydı. Mən derdim ki babası vardır yardım verir. Gel bize yardım versin bundan. Narin xanım, mən elə bilirəm ki, bu sizin tələbləriniz, təklifləriniz, arzularınız nə Qayğı Cəmiyyətindən ötürü, nə Qarabağ Xalq Yardım Komitəsindən ötürü, Heç birindən bir kömək yox. Respublika Mərkəzi Komitəsi və cümlədən Respublika Prezidentindən ötürü elə böyük problemlər deyil və sizin səsinizi eşidəcəklər, ola bilsin ki, sizə kömək edəcəklər. Sağ olun, təşəkkür